يوم الحساب برحمتك يا أرحم الراحمين. سلام على المرسلين والحمد لله رب العالمين. الفاتحة. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. إننا آمنا فاغفر لنا ذنوبنا وقنا عذاب النار. علم قائما بالقسط لا إله إلا فالذين أوتوا الكتاب إلا من بعد ما جاء إن الله سريع الحساب. والحمد لله رب العالمين. الفاتحة. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. Allah rahmet eylesin. Tercüme sahip olarak birlikte. Hürmetli cemaat, aziz şehit ataları, hürmetli şehit anaları. Bugün anım gününün birini yekunlaştırdık. Ceyhun balamızın yanındayız. Allah Teala bütün şehitlerimizi cennetinde eylesin. Ceyhun balamızın kimselerinde sizden bir xahişim var. Bir de gelin sükutla bütün şehitlerimizin hatiresini yad edeyim. Sonra tedbirimizi devam ettireyim. Ya ben kendim, ben ne kadar şükür. Çok sağ olun, teşekkür ederim her birinize. Him çalınsın, Azerbaycan himi çalınır. Buyurun. Teşekkür ederim her birinize. Bu işi teşekkür ederim. Çok sağ olsun. Çok sağ olun. Allah Teala her birinize hoşbahtlık kısmet eylesin, hürmetli şehit ataları, aziz şehit anaları. Bugün yine biz güzel mekandayız. Güzel ziyaretliyiz. Güzel ziyaretimiz olan Şehitler Xiyabanındayız. Durduğunuzda yüreğin asılır. Danıştıkça Allah Teala elə sana kuvvet verir ki neyin sayesinde? Bak bu sağımda duran bağlarımızın sayesinde. Solumda duran bağlarımızın sayesinde. Her birine Allah Teala kalan bağlarınızı salamat eylesin, hürmetli şehit ataları, aziz şehit anaları. Bugün burada konaklarımız var. İzdihamdır. Bu izdihamı yaradan bu halkdır. Teşekkür ederim bu halka, bu millete, bu ele. Çok sağ olun. Her birine teşekkür ederim. Bugün burada
benim yanımda durup hürmetli Ceyhun Bala, senin karşında durup Şamaxı rayonunun axundu olmuş, her birinin tanıdığı Hacı Mustafa'nın oğlu, Şamaxı rayon axundu, Hacı Məhəmməd, solumda Şamaxı rayon İcra Hakimiyyətinin muavini, bu işe bakan icra şöbə müdürü, hürmetli Celal müəllim, Şəhriyar qəsəbə komandiri, hürmetli İskəndər müəllim burada benim yanımdadır. Şamaxı Peşə Məşq Liseyinin direktörü, hürmetli benim dostum olan kardeşim buradadır ve onun dəstələri buradadır. Tüm dəstəsiyle buradadır. Her birine teşekkür ederim. Qonaqlarımız var. Bütün şəhid ataları, şəhid anaları buradadır. Darıxma. Dedim Peşə məktəbə. Darıxma. Her birinize Allah Teala xoşbaxtlık qismət eləsin. Eyni zamanda bu uşaqlar Nağaraxana kənd tam orta məktəbinin kollektivi və eyni zamanda şagirdləri buradadır. Şamaxı şəhər 6 sayılı tam orta məktəbinin rəhbərliyi və şagirdləri burada mənim yanımdadır. Çox sağ olun. Hər birinə təşəkkür edirəm. Hər birdən Allah Teala razı olsun. Mənim bacım döşümdədir, tezdən buradadır. Hər dəfədə bizim qonağımız o İsmailli şəhərindəndir, şəhid anasıdır. Hər bir şəhid analarına, şəhid atalarına Allah Teala'dan həmişə arzum budur ki, onların qalan bağlarını xoşbaxt olsun, onlar qalan bağlarına xeyir görsünlər. Ya Rabbim ya Resulallah, Azərbaycan xalqını xoşbaxt elə. Prezidentin İlham Əliyev cənablarını xoşbaxt elə. Nehriban xanımı şaband olsun. Hər birinizin Allah Teala şaband olsun. Şamaxı cəmaatının Allah şaband eləsin. Hörmətli Ceyhun Bala, sənin qarşında dedim ben kimler var? Bütün şəhid ataları, şəhid anaları, hamısı burada senin karşındadır. Ve aynı zamanda Şamaxı rayonunun ağsaqqalı, Ağarzə müəllim sənin ağsaqqalın, Ağarzə müəllim sənin qarşındadır. Hörmətli Namaz Əziz Nəcimə xanım, sen sağında durmuşsan Ceyhun'un, Namaz solunda durup. Hörmətli Namaz, mən danışıyorum olsa bir neçə kəlmə. Sağ ol ağsaqqal. Gələn qonaqların hamısına təşəkkür edirəm. Şəhid ailələrinin qarşısında baş əyirəm. Hər birinizə görə çox minnətdarım. Allah yerin cənnət Amin. İbrahim müəllimlərimiz, kənd səfirli, hər birinizdən Çox sağ olun, mən deyəcəm olar. Çox sağ olun, təşəkkür ederim. Allah razı olsun. Hörmətli Nəcimə xanım, Allah hamımızdan razı olsun. Gələn ayaqlarınız var olsun. Allah hamımızın ölənlərinə rəhmət eləsin. Balalarınıza canım qurban. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. Allah şəhidlərimizin məqamınıza eləsin. Yerin cənnət eləsin. Allah sizi bölüdən əsir. Təşəkkür edirəm. Allah bizlərə səbr versin. amin. Hörmətli cəmaat, hər dəfə mən deyirəm sizə, bura çox müqəddəs yerdir. Bura nə kitab yazılmağa yerdir. Bura nə alim yeri, nə onlar hamısı yerləri var onların. Mətbuat var, dövlət idarələri var. Bura ziyarət yeri. Burada biz yalnız ziyarətdən danışacağıq. Yalnız ziyarətdən danışmalıyıq. Ona görə də Şamaxı Şəhidlər Xiyabanı, Göylər Şəhidlər Xiyabanı, Məlikçobanlı Şəhidlər Xiyabanı, Qurttepe Şəhidlər Xiyabanı və eyni zamanda Şaradır Şəhidlər, bütün Şəhidlər Xiyabanları ziyarətgahdır. Orada ziyarət olunur, orada xoş sözlər deyilir və eyni zamanda heç bir şey də deyə bilmirlərsə, bir kəlmədən Allah Teala bütün şəhidlərimizi cənnətinə eləsin. Hörmətli cəmaat, bu günləri gözəl məkandır, gözəl izdihamdır. Bu izdihamı siz yarattınız. Hər dəfə izdiham yaradırsınız, hörmətli cəmaat. Bu izdihamı siz yaradırsınız. Hem təsəllidir, hem xoşbaxtlıqdır, hem bu bağların baxır, deyir Allah Teala bizi nə qədər insanlar sevir, nə qədər. Sözü həmişə insanlar sevəcək. Hörmətli mənim əziz bağlarım, hörmətli mənim şəhid bağlarım. Allah Teala sizi qəni cənnətində eləsin. Allah Teala sizi hörmətli eləsin. Sübhan buradadır. Ver gəlsin Sübhan. Buyur, şəhid atası. Her vakit xeyir olsun. Allah ziyarət güzel. Amin, çox sağ ol. Ceyhun kimi oğulların sayesinde məhz içəri bayrağımız bütün Qarabağda, bütün Azərbaycan torpaqlarında Allah yerəmizə. Amin. Bu həyatda hamı küsəcək, amma şəhidlik hamı qismət olur. Şəhidlərimizin hər birinin öz sərnaməsi var, öz döyüş taktikası var, döyüşürlər, şəhid olurlar, bu ana bacılarımızdan ötürü, bu torpaqdan ötürü, gözəl insanlar. Allah yerlərini cəhətdir. Amin. Hamıya şəhidlik nəsib olmur.
döyüşən olanlar, veteranlar, qazilər, Amin. ordumuzu qorusun. Amin. Veteranlarımızın, qazilərimizin canı sağ olsun. Dövlət başçımız möhkəm durdu, bütün dünya siyasətçilərin qabağında. Ordumuz da prezidentimizin yanında durdu, torpağımızı azad edəcək. Allah onların yerindən cənnət eləsin, yerlərinə səbir versin. 2020-ci il birlik, bərabərlik daima Azərbaycanda olsun. Amin. Çox sağ olun, Allah razı olsun. Təşəkkür edirəm. Hörmətli cəmaət. Nağarxana kənd icra nümayəndəsinin sədri hörmətli Vahid müəllim buradadır. Və eyni zamanda Nağarxana kənd bələdiyyəsinin sədri hörmətli mənim dostum Sahib müəllim buradadır. Hər birinə təşəkkür edirəm. Sahib müəllim gəl bura. Hər birinizə təşəkkür edirəm. Ceyhun müəllim buyur. Sabirin işində birinci Nəcimiyə danışdırdım. Buyur. Allah şəhidlərimizə ruhu şad eləsin. Amin. Bugünkü gördüyümüz bütün yaxşı işlər o şəhidlərimizin sayəsindədir. Onlar bizim xalqımıza gələcək nəslə örnək oldular həqiqətən də. Düşünmədən şirin canlarından keçdilər balalarımız. O balalarımız ziyarət olunmayanda unudulur, yaddan çıxır. Şəhidlərimiz ziyarət olunmayanda yaddan çıxırlar, ölürlər. Yəni onlar diridirlər, əbədidirlər. Yəni biz onlara cənnət arzulasaq da onların yeri cənnətdirlər. Yəni hər bir insana nəsib olmur şəhidlik. Cəyən balamız da bilirsiniz ki, qəhrəmancasına şəhid olub, qəhrəmancasına döyüşüb şəhid olub. Allah bu günləri Cəyən balamızın timsalında şəhadətə ucalan bütün şəhidlərimizin ruhunu şad eləsin. Onların yaxınlarına, ailələrinə Allahdan səbr diləyirəm. Bütün şəhid anaların əlindən öpürəm. Ataların bağrıma basıram. Qalan balalarınızın xeyrin görər inşallah hər birinin. Allah üçrəngül bayrağımızı ucalarda dalğalandırsın. Allah qazilərimizə can sağlığı versin. Veteranlarımıza can sağlığı versinlər ki, getdilər. Təşəkkür edirəm. Xalqdan Tədbir ötürü, deyən bütün danışacaq. torpaqlarımızdan ötürü, bayrağımızdan ötürü getdilər, döyüşdülər. Əskərlərimizi Allah qorusun, sağ-salamat evlərinə dönsünlər inşallah. Allah səbir versin. Bura gələn insanlar çox sağ olsunlar. Allah balalarınızın xeyrin görəsiniz inşallah. Mən heç bir valideynə evladla sınağa çəkilməyi arzulamıram. Evlad ağrısı acısı çox çətindir, çözümsüzdür. Həm də bizim balalarımız şəhid olub. Onların ikisi biz üçün qürurdur. Allah onlardan razı olsun şəhidlərimizdən milyon dəfə. Çox sağ olun, təşəkkür edirəm hər birinizə. Allah yenə də səbir versin. Amin. Allah Çox sağ olun, təşəkkür edirəm. 6 saylı tam orta məktəbinin bağları buradadır, şagirdləri buradadır, bağlarım buradadır. Buyurun. Vətən naminə. Səngərdə bir ulduz parlayır hələ, qanla yazılıb adı vətənə. O ulduz sönməyib, əbədiləşib, şəhidin ruhudur hər zərrədə. Qartal töküc alıb göy üzünə, əyilməz bir dağsan igidim mənim. Torpaq səni bağrına basanda da, bayraq dalğalanır qalibim mənim. Sən getdin amma izlərin qaldı. Ürəkdə adınla bir vətən doğdu. Anan dua etdi, dağlar eşitdi. Azərbaycan səni oğlum çağırdı. Dinlə məni, düşün biraz. Minlərin son nəfəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Unutmayın bizi bir an. Keçsə də çox uzun zaman. Düşmənə dilədən aman. Ordunun məhtkəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Məni bilənlərdən soruş. Məni bilənlərdən soruş. Cəsarətli o mərd duruş. Kimsə tez unudulmuş. O hərbin xatirəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Mən yetim qalan uşağın. Mən yetim qalan uşağın. Mən odu sönmüş ocağın. Mən namusu Qarabağın. Şah babamın nəvəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Həmin şəhidin Çox sağ ol, səsiyəm. buyur bala. Salam şəhid anası. Mən də sənin bir balan. Olmasam da qəhrəman, Şuşa Kəlbəcər alan.
Sənin oğlun tapşırıb, səni mənə yol aldı. Məhz onun sayəsində ordumuz zəfər çaldı. Salam şəhid atası, sən necə qürurlusan? Dağ boyda oğlun gedib, yenə də diş durmusan. Ağappaq saçlarından nur saçılır nur ata. Hər zaman qürurlu ol, həmişə dik dur ata. Salam şəhid bacısı, dağ gördün, dağ itirdin. Üzü nurlu bir igid, arxa dayaq itirdin. Salam şəhidin yarı, bilirəm darıxırsan. Bir ümid gələr deyə pəncərədən baxırsan. Bilirsən gəlməyəcək, yol yoxdur daha geri. Şəhid olub igidin, cənnətdir onun yeri. Sən ey şəhid övladı, boynunu bükmə qəti. Çünki heç bükülmədi atanın şux qaməti. Şəhiddir sənin atan, ay ölkəmin çırağı. Şəhidlər ölməz axı, şəhidlər diri qalar. Çok sağ ol. Allah razı olsun. Gönderin benim yanıma. Sağ olsun her biri rehber de. Buyurun Melek Hanım size söz veririm. Sonra uşaqları icazə verim yaparım. Mən də ilk növbədə hər kəsi salamlayıram. Şəhid analarına Allahdan səbir diləyirəm. Allah onlara səbir versin. Azərbaycan xalqı hər zaman cənab Ali Baş Komandanın göstərişinə əsasən şəhid ailələrini xüsusi diqqət və qayğı mərkəzində saxlayıb. Eyni zamanda Şamaxı rayon icra hakimiyyəti hər zaman şəhid ailələrinin yanında olur. Biz də öz adımızdan şəhid ailələrinə səbir diləyirik. Allah onların məkanını cənnət eləsin, ailələrinə səbir versin. Təşəkkür edirəm bizə Çok sağ vaxt olun. ayırdığınız üçün. Çok sağ olun. Yaparım uşaqları icazə verim. Çok sağ olun. Her birine teşekkür ederim. Elimizden razı olsun. Cemaatımızdan Allah cemaatimizi var eləsin. Prezidentimizi Allah Teala xoşbaxt eləsin. Ya Rabbim ya Resulallah. Hörmətli cemaat. Siz uşaqdınız Allah'a şükür. Şəhid atasısınız, şəhid anasısınız. Bu günləri size bir tövsiyem var. Size bir sözüm var. Gelmişik. Burada geldiğimiz ziyaretgaha hürmet koyarak sakitliğe riayet edek. Milçay uçsa burada eşidilməlidir. Babın üstə deyiləm. Bir nəfər yolla keçilmiş, mənə zəng edir kənar rayonundandır. Mən şəhid atasıdır. Mənlə yaxındır. Dedi halal olsun sizə. Hər gün görürəm o maşınlar orada. Gündən günə artır o maşınların sayı. Sizin necə xoşbaxt rayonunuz var, necə xoşbaxt insanlar var, necə xoşbaxt şəhid ataları, şəhid analarınız var. Xahiş edirəm sizdən. Sakitliyə riayət edək. Çıxış verdiğim adam çaşır. O öz çıxışını tam yerine yetirə bilmir. Biz bunları şəhidin döşündəyik. Susturan gülüşünlə sən hamının könlündə kök sala bildin. Nur üzlü şəhidim, rahat uyuyat. Vətənin azaddır, torpağın azad. Qanunla yağıdan təmizlədiyin basmaz torpağına bir də yadaya. Buyur, ay bala. Bağışla anacan, bağışla məni. Bu bayram təbrikə gələ bilmədim. Silib göz yaşını, öpüb əlini, sənə hədiyyəni verə bilmədim. Bilirəm deyirsən, hədiyyə nədir? Açaydın qapımı, girəydin oğul. Dünyanı versələr istəmirəm mən. Bir kəlmə təbriklər deyəydin oğul. Buyur. Vətən müharibəsində biz qələbə qazandıq. Bugün anım günüdür, qəhrəmanlar artlandıq. Dəmir yumruq düşmənin mənfur başındadır. Düşmənlər Qarabağda daim qalabilir. Buyur. İndi səsləndirəcəyim şeiri Arkaya diyen kızım. Arkaya. Nağraxana kənd şəhidi Orucov Ceyhun Namazoğluna həsr eyləyirəm. Dinlə məni, düşün biraz. Minlərin son nəfəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Unutmayın bizi bir an. Keçsə də çox uzun zaman. Düşmənə dilədən aman. O ordunun mərkəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Məni bilənlərdən soruş. Məni bilənlərdən soruş. Cəsarətli o mərd duruş. Kimsə tez unudulmuş. O hərbin xatirəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Mən yetim qalan uşağın. Mən yetim qalan uşağın. Mən odu sönmüş ocağın. Mən namusu Qarabağın. Şah babamın nəvəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Həmin şəhidin səsiyəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların ruhu qarşısında baş əyirəm. Çok sağ olun. Teşekkür ederim. Sağ ol. Buyur. Mən şəhidəm.
ölməmişəm. Şəhidlər ölməzdir axı. Ölməmişəm, yaşayıram. Dönüb vətən torpağıma, torpağıma qarışmışam. Sarılaraq bayrağıma qarışmışam. Mən şəhidəm, külək olub qarışmışam. Vətənimin havasına, dinsim köküm bu həyatda. Ruhum hər an sizinləndir. Şirin bir xəyala dönüb kim məni arzulayır, tez gəlirəm yuxusuna. Mən şəhidəm, ölməmişəm. Şeirlərdə, qəzəllərdə yaşayıram. Filmlərdə, əsərlərdə yaşayıram. Heç vaxt unutulmayacağam. Könüllərdə yaşayıram. Hər bir şəhidin qarşısında baş əyirəm. Təşəkkür edirəm. Nağarıxana kənd tam orta məktəbinin müəllim və müəllimələrinə. Mən də bura topalaşan cəmaatı salamlayıram. Şəhidimiz bizim məktəbdə təhsil alıb, müəllim olmuşam. Şəhidimizə, bütün şəhidlərimizə rəhmət diləyirəm. Onların qarşısında baş əyirik. Bizim borcumuzdur ki, həmişə onlara qayğı, onların ailələrinə qayğı göstərək və həmişə onları qəlbimizdə yaşadaq. Təşəkkür edirəm. Şəhid atası İmran müəllim buyur. Bir neçə şəhid atalarına söz verib keçirəm. Qonaqlarımız çoxdur. Mən dinləməm şeirim. Darıxma, qoy söz verib. Hörmətli tədbir iştirakçıları, əziz şəhid ataları, əziz şəhid sevərlər. Bugün bizim iki qəhrəman şəhid balalarımızın şəhadət günüdür. Yalçın balamızla Ceyhun balamızın. Allah bu igid şəhidlərimizin simasında bütün şəhid balalarımızın məkanını cənnət eləsin, ruhunu şad eləsin. Allah namaz qardaşıma, Nəcimə bacıma, Allah bol dözüm versin. Və mən hər bir kəsə burada öz təşəkkürümü bildirirəm. Çox sağ ol, Uzaqdan, yaxından gələn hər bir kəsə, hər bir şəhid sevər insana, hər bir öz şəhidinə dəyər verən insana, şəhid atası olaraq öz minnətdarımı bildirəm. Və bizim şükür Allah bu igid balalarımız az yaşadı, çox mənalı ömür sürdülər. Bu kişilər böyük bir yeni imza attılar ölkəmizə, Azərbaycan tariximizə, Cənab Ali Başkomandanın rəhbərliyi altında. Allah hər birini yeni cənnət eləsin, Allah ordumuzu qorusun, ordumuz yurdumuzu qorusun. Allah qazi və veteranlara can sağlığı versin. Bir daha qardaşım, bacım, şəhid valideynlərə, bacılarımın, analarımın əlindən öpürəm, şəhid qardaşlarıma, atalarına, öz dərd ortalarıma Allahdan dözm arzulayıram və hər birinizə təşəkkür edirəm. Ağsaqqal, hər biriniz sağ olun. Təşəkkür edirəm. Daim üzrə nümayəndəli baş durmağına, Təşəkkür edirəm, sağ olun. Heyətə öz təşəkkürümü bildirəm. Sağ olun. Sizə ayırmıram. Fahim müəllim buyur. Mən İmran qardaşım dedi, lazım deyil. Mən də onun Şehir deyəm uşaqlar, qoy birinə şehir deyəcək, qoy desin. vaxtınızı almaq istəmirəm. Sizi bu toplantıya yığışan bütün şəhid ailələrini salamlayıram, səmimi qəlbdən. Həmişə mehriban olmağı tövsiyə edirəm və rayon ictimaiyyətindən, başqa kəndlərdən, uzaq yerlərdən gələn tədbirə təşrif buyuranların hamısına öz salamını getirirəm. Şəhid balamız, Ceyhun balamızın ruhu şad olsun, bugünkü gündə onun işığına toplaşmışıq. Allah atasına, anasına səbir versin. Bilən şimdi. Çingiz de yatan çıxarmaq. Çünki iki dənə beyinləri şəhərimiz anam günümüzü Yalçın. Yalçın balamıza yenisiyle bugünlərim onun da şəhid olduğu gündür. Allah cəm şəhidlərimizə rəhmət etsin. Vətən səmalarından İsraili bayraqlarımız əskik olmasın. Sağ olun, müəllim, çox sağ olun. Təşəkkür edirəm. Buyursun o qurçaq kimi Nəcimə. Buyursun mən keçirəm tədbirə tez ol. Gəlsin desin. Buyur. Şehit Ceyhun'um diyor ki, görünüşüne kanmayın. Tabuta bakıp da bizi ölü sanmayın. Biz ölümü öldüren bir iman taşıyoruz. Anam, babam, bacım, eşim, yarım. Silin gözyaşınızı. Bu şeref size yeter, dik tutun başınızı. Bu ilahi şöleni sakın veda sanmayın. Biliniz ki cennette buluşmamız çok yakın. Allah bütün şehitlerimize Çok sağ ol. rahmet eylesin. Onlar ruhu karşısında baş ayıran. Çok sağ ol Taşan. Kendine karşı ederim. Sağ olun.
Bahar Hanım buyur. Şehit anası. Uşaqlar geçsinler, uşaqlar geçsin. Siz gidin. Siz de çok sağ olun. Teşekkür ederim size. Şehir değil mi? Değildiler bunlar. Değiller. Bəli. Biz Narxını məktəbinin Mən də hər birinizi salamlayıram. Çox sağ olun saqqal. 5 ildir bizim yanımızdasınız. İcra nümayəndəmiz, hacımız, hər biriniz Allahdan can sağlığı arzulayın. Nəzimə bacı, namaz qardaş, Allah sizə bol bol səbir versin. Bizim balalarımız ikisi bir yerdə döyüşdə olur. Onların getdiyi döyüş yollarına biz onlara qurban. Qaçın balamızın da məkanı cənnət olsun. Cəm şəhidlərimizin yeri cənnət olsun. Amin. Hamımızdan razı olsun. Çok sağ ol, teşekkür ederim. Şehit atası. Galip buyur. Hörmətli ziyarət iştirakçılarına, dəyərli şəhid valideynlərinə, gələn qonaqlarına hər birinizi salamlayıram. Allah Ceyhun balamızın məkanın cənnət məqamını eyləsin. Namaz qardaş Nəzim Ağacı. Allah sizə səbir versin. Allah qəhrəman Balozun, Nuruzlu Balozun məkanınıza, cənnət məqamınıza eyləsin inşallah. Ceyhun balamızın timsalında Allah cəm şəhidlərimizə rəhmət eyləsin. Valideynlərinə səbir versin. Allah ordumuzu qorusun, dövlətimizi, dövlətçiliyimizi qorusun. Hazırda bu soğuk havada xidmətdə olan əskərlərimizi, zabitlərimizi qorusun inşallah. Amin. Allah üçrəngli bayrağımızı vətən səmasından indirməsin. Allah Ceyhun balamıza qəm rəhmət eyləsin. Teşekkür ederim. Müəllim Ali buyursun. Natik. Natik. Yoktur. Burada müəllim gelmezsin. Gel buyur. Ne olacak gelmezsin? Buyur. Allah balamıza rəhmət eyləsin. Bugün ikinci təbdili biz iştirak ediyoruz. Şamaxının 44 illik müharibində 43 şəhidi, antiterror əməliyyatında 5 şəhid olmuş. Və bu şəhidlərin hamısı qəhrəmandır, hamısı bizim ürəyimizdə yeri var. Bugünkü tədbir Gizir şəhid Oruzun Ceyhun Namazoğlu'nun tədbiridir. Bax, bu cavan oğlan 105 il bundan qabaq Azərbaycanın azadlığı uğrunda öz cavan canına keçmişdir. Və bütün Azərbaycan xalqı istəyir ölüləri, istəyir diriləri şəhidlərə borçludur, can borçları var. İndi deyim nədir? Dünənləri Azərbaycan televiziyasında göstərildi ki, orada itkin düşmüş bizim şəhidlərimiz gətirilir, dəfn edilir. Onların itkin məzarları, itkin ruhları bugün sakitliyi tapır. O tapmağın səbəbi bu şəhidlərdir. Bu şəhidlər əgər o ərazini azad eləməsəydi, həmin şəhidlər gəlib el qaydasından dəfn olunmazdı. Və dünənləri yenə göstərilirdi ki, Azərbaycanda Ağdamda sənaye fabrikasıdır. Və dünənləri Cəbrayılın Qubadının 6 kəndə azad oldu. Qaçqınlar qayıdır. O qaçqınlar bu şəhidlərə borçludur. Əgər həmin torpaqlar azad olunmasaydı, qaçqınlar öz torpaqlarına gedməzdi. Və ona görə də bütün Azərbaycan xalqı bu şəhidlərə mənəvi cəhətdən hər tərəfli borçludur və onların xatirəsini əbədi yaşatır. Çok sağ olun Rıza müəllim. Zəfəri qazanmaq çox asaddır. Zəfəri yaşatmaq lazım. Saklamak lazım. Bəli, saxlamaqda nə qədər şəhidlərə qiymət verilirsə, Çok sağ olun. Azərbaycanda zəfər də daim olacaq, Azərbaycanın gələcəyi də Parlak olacak. parlaq olacaq. Bəli. Odur ki, bir daha gələnlərə minnətdarlıq edirəm ki, şəhidlərə qiymət verilir, Allah şəhidlərə rəhmət edir. Amin. Hürmetli Sakkal, Hacı Mirələm. Mirəli kişi. Gelmişsən zəhmət çəkmişsən bugün buradasan. Buyur. Borcumuzdur. Bu məclisə ayağı yol tutan hamısı. Bəli. Və bağışda o yaşlı nəslin nümayəndəsi kimi üzr istəyirəm hamımızdan. Baxıram ki, bu şəhidin valideynlərinin əksəriyyəti mən evladım yerdədir. Hamısının qarşısında baş əyirəm. Allah Teala'dan onlara səbir diləyirəm. Çok sağ olun. Mən üzümü tuturam gənc nəslə, müəllimələrə. Xahiş eləyirəm. Bundan sonra tədrisdə unudulmasın. Hətta o irəlki gedibdir. Kirvə də olmuşuq, qonaq da olmuşuq. Bunların hamısının üstündən xət çəkdilər. 88-dən buraya qədər xalqımızın başına gələn müsibəti tədris eləsinlər, gələcək nəslə ötürsünlər. Xahiş eləyirəm, bu hadisələr silinməsin tarixdən. Öpürəm hamımızı bağlı. Çok sağ ol Mirəli kişi. Teşekkür ederim. Köyləri ayırmıram. Hürmetli Natık müəllim. Gecikmisən, nə vermisən bilmirəm. Buyur.
Salam aleyküm. Aleykümselam. Bütün ziyarət iştirakçıları hamınızı salamlayıram. Hamınızı xoş gördük. Güllük hanım getdin. Ceyhun falan. İki kəlmə danış, kəlmə danış gedərsən. Ziyarətində. Yox, darıxma, heç şey olmaz. Qoy danışsın. Güllük hanımı Buyur. Sən danış, sən söz səndədir. Çox sağ olun. Allah şəhidimizin məqamını uca, məkanını cənnət eləsin. Onun timsalında cəmi şəhidlərin yerlərin cənnət eləsin. Bunlar bizə zəfər yaşatdılar. Allah cəmi şəhidlərdən razı olsun ki, onlar zaman itirilmiş torpaqları bizə qaytardılar. Ərazi bütövlüyümüzü, suverenliyimizi təmin elədilər. Allah onların hamısından razı olsun. Amin. Orucov Ceyhun başda olmaqla bugünkü anım günü Ceyhun qardaşımız və onun timsalında Yalçın. Allah onun da məqamını uca eləsin. Amin. Onların timsalında cəmi şəhidlərin yerləri cənnət olsun. Amin. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. Amin. Bizim də Allah hamımıza səbir versin. Cəmi şəhid valideynlərinə birliyimizi, bərabərliyimizi əlimizdən alsın. Gələn bütün ziyarət işçilərlə hamısından Allah razı olsun. Çox sağ olun, çox var olun. Güllük hanım buyur, sən xəstəsən, əziyyət çəkirsən, buyur. Namaz olan anın günüdür. Onun keçdiyi o qəhrəmanlıq yolu böyük bir salnamədir. Onlar müharibə elan eləyəndə Ali Baş Komandamız heç bizim uşaqlar fikirləşmədilər ki, ölüm var, bitim var. Onlar birdən amalı var idi. Erməniləri öz gözəl torpaqlarını qollamaq. Bütün bu şəhidlər hamısı nə ana, nə ata, nə bacı, nə qardaş düşünmədilər. Bircə amalları var idi. Erməniləri öz torpağımızı qollamaq. Bax, bu oğlanlar hamısı elə bir qəhrəmanlıq göstərdilər ki, elə bir salnamə yazdılar ki, gələcək nəsillər bunlardan nümunə götürəcəklər. Mən arzulayıram bir daha heç vaxt torpaqlarımızda müharibə olmasın. Qoy hamının balası, anasının yanında olsun. Allah Teala cəmi şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun. Çox sağ olun Güllük hanım. Çox sağ olun. Valideynlərinə səbir dönür. Son qəmini. Çox sağ olun. Gedə bilərsən, çox sağ olun. Qeyd elədim mən, tədbirin əvvəlində qonaqlarımız var. Şamaxı şəhər Peşə Liseyinin direktoru hörmətli İsmail müəllim buradadır. Buyurun. Mən də mərasim iştirakçılarını hər birisini salamlayıram. Şəhidlər Xiyabanı bizim qürur yerimizdir. Şəhidlər isə başımızın tacıdır. Bu günlərdə təxminən bir həftə bundan öncə, ayın 24-də bizim məktəbimizdə şəhid Ceyhun Orucovun adına olan sinifdə olan güşəsində bir kitab təqdimatını apardıq. Peşə təhsili deməli şəhidlərinə aid olan kitabın təqdimatını apardıq. Mən o kitabı gətirmişəm. Rayon ictimaiyyətinin hamısının iştirakı ilə, yəni burada bilinsin ki, burada peşə təhsili şəhidləri öz əksini tapır, şəkilləri ilə bütün o şərhlər yazılıb. Mən bu kitabı bura gətirdim ki, Nağaraxana məktəbinə bunu təqdim edək. Orada da Nağaraxana məktəbində də əziz şəhidimizin adına olan sinif var. O sinifdə bu kitab olsun ki, oranın şagirdləri bu kitabla maraqla bilsinlər. Buyurun. Çox sağ olun. Allahdan səbir diləyirəm namaz qardaşım, Nəzmə bacıma, bütün şəhid ailələrinə, hamısına səbir diləyirəm. Allah rəhmət eləsin və onların qarşısında baş əyirəm. Çox sağ olun müəllim, təşəkkür ederim İsmail müəllim. Siz gözəl, dəyərli insansınız. Hər bir insanların adına sizə təşəkkür edirəm. Nağaraxana kənd icra nümayəndəsinin sədri Vahid müəllim, buyur, mənə baxın. Mən deyirəm sənə. Allah rəhmət eləsin şəhidlərimizə. Amin. Analarımıza səbir diləyirik. Bu şanı şöhrəti qaytaran bu gözəl balalardır. Bir daha Allah'a rəhmət eləsin. Çox sağ ol, təşəkkür ederim. Nağaraxana kənd Bələdiyyəsinin sədri, hörmətli qardaşım, buyur. Gülü qoy, təşəkkür edirəm. Buyur. Allah rəhmət eləsin. Ceyhun qardaşımız Allah rəhmət eləsin. Bütün şəhidlərimiz Allah rəhmət eləsin. Şəhidlər Xiyabanın Azərbaycan xalqı üçün müqəddəs ziyarət şəhiddir. Xərcim şəhidlər Xiyabanı ziyarət edirik xalqlara.
Allah Teala rəhmət etsin. Onların sayəsində biz başımıza gəzirik. Allah Azərbaycan şəhidlərinə rəhmət etsin. Qazilərə can sağlığı versin. Azərbaycan ordusunu qorusun. Zəfər Ali Baş Komandanlığı qorusun. Şu an rəhbəri altında Azərbaycan üstünlüyünü bərpa elədi. Mən şəhid anaların, şəhid ataların qarşısında baş əyirəm. Böyle səbir diləyirəm. Çox sağ olun. Teşekkür ederim. Çok sağ olun. Hürmetli Han Mehmet. Çox sağ olun. Şehit atası. Sen de bu neçə gündən sonra evladın anam gün olacak. Salında Allah cəm şəhidlərimizə doğruluşlar eləsin. Hər biri qəhrəmandır. Haniyə də Allah səbir versin. Namaz qarda Allah sizə də yolda səbir versin. Hər biri qəhrəmandır. Bir oğul da itirsək. Bir oğul da itirsək. Minin tapdı. Qəhrəman atı yox, qəhrəman anı yox. Bəli, bəli, bəli. Hamımızdan da Allah razı olsun. Bura gələn ayaqlarınızda var olun. Teşekkür Allah ederim. kömək olsun. Çok sağ olun. Hürmetli komandir. Siz orada danıştınız. Dün de danıştınız. Bugün burada danışmasanız bana topa tüfenge koyar Necime. Gel buyurun. Ki, biz bu şəhidlərimizin ziyarətində onların barəsində danışmaq, bugün o qüruru bizə bəxş edib o şəhidlərimiz. Allah səbir versin şəhid anamıza, Nəcibə anaya, Namaz müəllimə. Allah onların gələn günlərini xeyir eləsin. Amin. Bizim xalqımızın gələn günlərini xeyir eləsin. Allah sizləri qorusun, var eləsin. Uzun ömür, can sağlığı sizlərə arzulayıram ki, sağ olasın, səbirlə. Teşekkür ederim hürmetli komandir. Bir neçə gündür yanımızdasınız. Bugün de tezden buradasınız. Her birine teşekkür ederim. Rəna xanım buyur. Şamaxı 2 salı tam orta məktəbinin müəlliməsi həmişə yanımızdadır. Elə məktəb də təmsil eləyir. Buyurun. Təşəkkür edirəm. Birinci vətəndaşlıq borcumuzdur sizin yanınızda olmaq. Allah şəhidimizə, Ceyhunla Bahəm, cəm şəhidlərimizə Allah rəhmət eləsin. Bütün şəhidlərimizin qarşısında, hər birinin ruhu qarşısında baş əyirik. Allah onlara rəhmət eləsin, yerləri cənnət olsun, ailələrinə səbir diləyir. Allah bize elə Rəna xanım, gözəl xanım. Teşekkür ederim her birinize. Her birinize teşekkür ederim. Bir gün gəlib, bir gün gəlməyənlər də. Mənə məlumat verdilər, mən bilirdim buradadır. Vahid müəllim dedilər buradadır. Buyursun Vahid müəllim. Adam çoxdur. Qaçıb orada bilməyim. Gözümün qabağında olun ki, görüm sizi. Buyurun. Aleykümselam. Allah cəm şəhidlərimizə Sağ ol. Allah vətən uğrunda canlarını fəda eləmiş bütün şəhidlərimizə rəhmət eləsin. Günləri azad sürəyən dövlətdə yaşamağımızın ilk öncə səbəbkarı olardı. Və Allah Teala yeni yetişən nəsillərimizə, gənclərimizə belə vətənpərvərlikdə yetişməsin. Onlara vətəni sevməyə arzulayıram. Çox sağ olun. Çünki şəhidlər bizim üçün əbədi, unudulmaz bir qəhrəmanlardır ki, onların davamçısı bizim yeni yetişən nəsillərimiz olacaq və onların adlarını qoruyub saxlayacaq. İnşallah. Bir daha bizim ölkəmizə, bizim xalqımıza müharibə qismət edin. Amin. Teşekkür ederim. Çok sağ olun. Hürmetli bacım, tezenden burada mənimlə sən İsmailli'den gelmişsiniz, şəhid anasısınız. Buyurun. Belə hər birinizi salamlayıram. Allah'ın salamı olsun şəhidlərimize. Bu bura yığılanların şəhid sevənlərinə bırakıram. Şəhidinə özünə dəyər verib, şəhidinə dəyər verən insanlar yığışır bura. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Ceyhun baba salman bir qabaq işləyir. Bir yerdə hərbidə olurlar, döyüşə də bir giriblər. Mən elə bilirəm ki, Ceyhuna baxanda Salımın yanında görürəm. Mən bu Salımın yanında görürəm. Salımla bərabər olan bütün şəhidlərə elə bilirəm mənim balamda hamısı. 27 yaşında bir Elə də bilmək lazım belə. Allah hər birinin ruhunu şad eləsin. Amin. Qazilərimizə şəfa versin, hərbi iştirakçilərimizə can sağlığı versin, dövlətimizə dövlətçiliyimizi Allah qorusun, birliyimizi Allah qorusun. Amin. Şəhidinə dəyər verib, şəhidi ziyarət edən Allah qorusun. Amin. Allah sizlərdən Teşekkür ederim. Çok sağ olun. Her birine teşekkür ederim. Her birine teşekkür ederim hürmetli cemaat. Ben özüme dayıyam. Bana məlumat verdiler, dayısı buradadır. Buyursun.
Salamlayıram hamını. Əleyhissalam. Allah bütün şəhidlərə rəhmət eləsin. Bütün şəhidlərin qarşısında, anaların qarşısında, baş əyən valideynin qarşısında. Allah onlara dözüm versin, Allah onlara səbir versin. Bunlar bizim üçün həmişə əbədi qalan, ürəyimizdə, yaddaşda qalan şəhidlərdir. Bunların Allah, atasının, anasının Allah dözümləri olsun. Bir dənə bir o Allahdan bir o gedirlər. Bunlar 5 il ərzində bunlar çəkdiklərini çəkirlər. Çox sağ olun. Təşəkkür edirəm. Hörmətli Rəna xanım, vermişəm. Hər birinə borcu yoxdur. 90-cı ilin şəhidin oğlu. Hörmətli qardaşımız buradadır, buyur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Bütün şəhid valideynlərin qarşısında baş əyir. 8 noyabrda bildiyimiz kimi zəfərimizin 5 illiyi qeyd olunacaq. Məhz Ceyhun kimi oğullar sayəsində o zəfərimiz təntənəli sürətlə qeyd olunacaq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin. Məkanları cənnət olsun. Amin. Çox sağ olun. Hörmətli Tofiq. Dünən mənə dedim, düzdür mən də gördüm xəstə, amma bu günlər xəstə olmadıysan, buyur. Buyur, çok sağ olasın. Allah razı olsun. Allah bu cemaattan razı olsun. Amin. Çünkü günde namaz kardeşim ki tək koymuyorlar. Allah yerin cennet, namaz kardeş mekanımız olsun. Allah sevgisi versin. Gündən belə qapımıza da şadlıqlar olsun. Nəvələrimiz yeni görəcək. Nəcmə bacı. Allah sevgisi versin. Gündən belə qapımıza şadlıqlar olsun. Təşəkkür edirəm. Çox sağ olun. Hörmətli cəmaat, mənim nəzərimdədir. Onunla da kənar mənə müraciət elədilər. Afa xanım buradadır. Nağaraxana kənd tam orta məktəbinin direktoru. Buyursun, sözünü veririm. Mən də tədbir iştirakçılarını salamlayıram. Nağaraxana kənd tam orta məktəbi məzun olmuş şəhid Orucov Ceyhun Namazoğlu'nun anım günündəyik. Allah Ceyhun qardaşımızın timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidimizin anasına, atasına səbir diləyirəm. Məkanı cənnət olsun. Sağ olun, var olun. Afa xanım çox sağ olun, amma ikinci tədbirimizdə çıxış edirsiniz. Orada da var ha, bugünkü 2 dənə düyünləri anım günümüz var. Onu da yatan çıxartmaq. Onlara da siz orada çıxış elədiniz. Orada çıxış elədim, amma Nağaraxana məktəbinin məzunu olaraq Bəli, çıxış bəli, bəli, eləməliydim. Və Ceyhunun əziz xatirəsi bütün Nağaraxana kənd tam orta məktəbinin kollektivinin, şagirdlərin hamının ürəyindədir. Allah rəhmət eləsin, məkanı cənnət. Çox sağ olun, təşəkkür edirəm. Bütün şəhidlər o Nağaraxana kəndinin ürəyindədir. Bütün dünyanın ürəyindədir bütün şəhidlər. Hər birinizə təşəkkür edirəm. Hörmətli cəmaat. Aşaqa, bir neçə kəlmə. Səninlə görmüşəm mən siz kəndində. Buyur. Ben de çok görmüşüm. Ha. Valla demeye bir söz kalmıyor. Çok söz qaldı mən. Niyə qalmır? Dünya hamı söz verir, rəhmət Allah edirəm da. bütün şəhidlərimizə rəhmət eləsin. Allah onların valideynlərinə səbir versin. Yerləri cənnətli olsun. Mənim arzum budur, bir dənə. Çox sağ ol. Sağ olun. Hamıda salam Təşəkkür edirəm. Çox sağ olun. Sən elə ürəklə dedin ki, Vallahi. bütün bu çıxışların hamısının ürəyi səndə oldu. Çox sağ olun. Təşəkkür edirəm. Allah sizə Çox razı sağ ol. olsun. Hörmətli Zakir, buyur. Şəhərlər haqqında çox söz danışmalı. Şəhərlər 4 günlük vətən müharibəsində öz sözünü deyir. Qalib burada. Azərbaycan Respublikasının təminini boyun gedən şəhərlərdir. Allah şəhərimizin ruhunu şad etsin. Valideynlərlə sağ olun. Təşəkkür edirəm. Xan baba buradadır uşaqlar. Yox. Komandir, yaxınlaş mənə. Buyur. Onu salamlayıram. Allah Ceyhun balamıza rəhmət eləsin. Amin. Namaz qıza olur. Allah səni səbir versin. Ben namaz dedim oğlum. Səbir versin. Cəmi şəhidlərimiz Allah rəhmət. Çox sağ olun, hörmətli cəmaat. Əziz iştirakçılar, hörmətli ziyarətçilər, hörmətli şəhid ataları, əziz şəhid anaları. Elə dayanmışıq ki, elə bil bu saat gəlmişik. Hələ bundan sonra da bir neçə saat dayanmağa bizim imkanlarımız var. Kaçta basra? Verəcəyəm. Hər birinizdən Allah təala razı olsun. Allah təala hər birinizə xoş günlər, xoş niyyətlər göstərsin, hörmətli cəmaat. Pakiza xanım, ilk sözü bu günlər sizə vermişəm. Buyur, Pakiza hardadır? Birinci söz sənə vermişəm o şəhid balamıza. Buyur. Bir bunu getir, kes ver, bir rahat yan burada. Ha. Sağ ol. Buyur.
Allah köməyiniz olsun. Allah sizləri var eləsin. Gözəl balam Ceyhun. Allah yerinizi cənnət eləsin. Allah namaz qardaş, Nəzimə bacı, sizlərə səbir dözüm versin. Sizin Simonza, bütün şəhid analarına, şəhid atalarına Allah səbir versin. Hər bir balaların qarşısında mən baş əyirəm. Balalarım, əziz balalarım, haqqınızı bizə halal eləyin. Allah sizlərin yerini cənnət eləsin. Allah ordumuzu qorusun. Allah yurdumuzu qorusun. Allah əskərlərimizi qorusun. Allah qazilərimizə şəfa versin. Gələn qonaqlarımız da sağ olun ki, bizlər burada tək qoymursun. Var olasın. Bizi çəkib işıqlandıran Məhərrəm. Allah canını sağ eləsin. Var olasın. Gözəl ağsaqqalımız, gözəl icra nümayəndəmiz, gözəl axundumuz, gözəl hərbidə işləyən balalarımız. Çox sağ olun. Komandirlərimiz. Peşənin direktoru, mənim buradadır, hamısı buradadır. Hər birinizə özlərinin təşəkkürlüyümüzü bildiririk. Var olun, sağ olun. Çox sağ ol Bakı xanım. Çox gözəl halat çıxışınız üçün təşəkkür edirəm. Çox sağ olun. Hörmətli cəmaat. Hörmətli qardaşlar, əziz bacılar, əziz iştirakçılar. Hörmətli bacım, buyur. Söz sənə verirəm. Sən mənimlə keçən səfərdə deyəcəksən, dünən də deyirsən, hə qardaş, bugün də deyirəm. Keçən səfər çöldə mənimlə bir yerdeydin, Allah bağlarını saxlasın. Buyur. Hörmətli tədbir iştirakçıları, hörmətli ağsaqqalımız, rayon nümayəndələrimiz, axundumuz, işçilərimiz, Allah hamımızın köməyi olsun. Amin. Bizi çəkən Məhərrəm balamız, Allah hamımızdan razı olsun. 5 ildir ki, bizi ilə burada əziyyət çəkirsiniz. Allah hamımızın köməyi olsun, hamımızın da borcudur. Bir şəhid anası kimi bütün şəhidlərin qarşısında baş əyirəm. Allah onların ruhunu şad eləsin. Belə evladı gedəndən sonra bizimki yaşamaq döcür. Belə sizi kimi bizə qiymət verənləri, balamıza dəyər verənlərin sayəsində balamızın fəxri ilə, qüruru ilə yaşayırıq. Allah hamımızdan razı olsun. Biz valideynlərə də səbir versin. Amin. Namaz qardaş, Nəzimə bacı, Allah nəvələrinizi saxlasın. Allah hamımıza dözüm səbir versin. Təşəkkür edirəm. Təşəkkür edirəm bu dolğun düzgün halal çıxışınız üçün. Çox sağ olun bacım. Allah sizin qalan bağlarınızı salamat eləsin. Hörmətli cəmaat, əziz ziyarətçilər, ziyarətdəsiz. Xoş məkanda, xoş yerdə, xoş bağlarımızın yanında ziyarətdəyik. Bunlardan ayrılan getmək olmur. Vallahi and olsun Allaha. Nə qədər deyirsən, diyanım deyirsən Allah təala. Diyanım elə bunların yanında. Qoy bunlara nə qədər bunların yanında diyansov da desək də yenə azdır. Çünki 15 Respublikanı özündə birləşdirən SSR 5 ilə aldı qələbəni. 44 gün ərzində yağı düşmanla 30 illik yağlı düşman tapdağı altında olan torpağımızı 44 gün ərzində alasan, bunu hələm bu Allah'ın işidir bu bağlarımızın işidir. Bu hörmətli prezidentim Ali Başkomandanın işidir. Qarabağ Fatihinin işidir. Hörmətli prezidentimin Allah Teala canını sağ eləsin, Mehriban xanım Şaban olsun. Hörmətli cəmaat, bu günləri bu izdihamı siz yaratdınız. Çox tez deyirəm. Demək də borcumdur, deyəcəyəm də. Allah Teala üçün hər birinizdən razı olsun. Bu da bir şərəfətdir. Bu da bir şöhrətdir. Bu da bir insanlıq hörmətidir. Siz bilirsiniz ki, bir neçə gündən sonra bağlarımızın qələbəsi, bağlarımız yaratdığı bu qələbəyə hazırlaşırıq. Bu qələbəyə gedirik. Bilirik ki, biz 5 gündən sonra qələbədir. Nəyin qələbəsidir? Azərbaycan xalqının qələbəsidir. Azərbaycan xalqının işğal altında olan torpağının bu bağlarımızın sayəsində olan qələbəsidir. Hörmətli prezidentim Ali Başkomandan İlham Əliyev cənablarının başçılıq elədiyi ölkənin qələbəsidir. Hörmətli cəmaat, Allah Teala üçün hər birinizdən razı olsun. Hər birinizə təşəkkür edirəm. Danışdıqca yorulmuram, danışdıqca doymuram. Bu bağlarımızın sayəsində nə eləyirik bugün, nə qayırırıq, nə alırıq, nə ver, kim vəzifəyə gedir, kim nə işdir, heç kim loğlana bilməz. Heç kimin də haqqı yoxdur loğlanmağa. Hamısı bağlarımızın sayəsindədir. And olsun Allaha. Bir xaşım da var sizdən ağsaqqallı xaşdır. Buradan hamımız bir nəfər kimi Müşfiq qəsəbəsinə sirfə orada hazırdır. Şər sirfəsi orada hazır, sizi gözləyir. Mən də gedirəm. Buradan birbaşa ora gedib oradan bir üstən çarşıb ondan sonra Allah işimizə vand eləsin. O gün olsun Allah Teala o evə bir də şadlıq qismət eləsin.
bütün şəhid atalarının, şəhid analarının qapısında Allah sana şahidlik nəsib eləsin. Ya Rabbim və Resulallah. Sağ olun, təşəkkür ederim. Allah rəhmət eləsin. Bu insanlar mənə əziz bir adamlardır. Bir şey qeyd edeyim ki, Ceyhun balanın əskər məclisində mən sənətkaram, müğənniyəm, oxumuşdum. Söz vermişdim, toyunda oxuyacağım. Çox təəssüf edirəm, qismət olmadı. Və mən bugün Qəbələ rayonunun şəhidləri adı, şəhid valideynləri adından başda bizim Cəlil Çoxmuratlı olmaqla yeganə evladı şəhiddir. Bax, bir dəqiqə zəng elədi ki, çox xahiş edirəm ki, o cəmaata, o analara, atalara bizdən başsağlığı verilsin. Bir də Şirvanın səsi bizim qrupumuz var, orada başda Hacı Ələkbər müəllim zəng elədi ki, vacib işi olduğu üçün mənim adımdan da orada salamla cəmaatımıza. Allah sizləri var eləsin. Allah sizlərə çoxlu səbir versin. Şəhidlərimiz ölməz, vətən bölünməz. Deyirlər filan kəs ölübdür, amma şəhidlərə biz heç vaxt ölübdür. Adım Tahirə Yusifdir. Bir şey də ağsaqqal qeyd edeyim. Mənim atam 1941-45-ci ildə Böyük Vətən müharibəsində 5 yıl Stalingrad uğrunda döyüşlərdə olubdur, ayağının birini itiribdir. İnanın ki, bu 44 günlük müharibədə, yəni biz Polad Həşimovdan başlamışıq. Mən onun yurdundanam. Gəzirəm mən rayon rayon, hər yerə gedirəm. Əvvəllər toylara gəlirdim. Mən bəlkə 30 ilə yaxın Şamaxı toylarında olmuşam. Bilənlər bilir, bəlkə də bu şəhid balalarımızın evlərində hansının samı, qardaşınımın, bacısınımın da bəlkə toyunda olmuşam. Bu torpaq mənə doğmadır, yaxındır. Mənə də sürpriz oldu. Can, ulu babalarımız bizim Şamaxıdan Qəbəliyə köçmə olublar. Yəni qanında, canında deyim ki, Şamaxı məhəbbəti var, Şamaxı sevgisi var. Allah sizlərə can sağlığı versin. Ürəyim, sinəm doludur. Düzdür, biraz gecikdiyimə görə çox üzr istəyirəm. İndən belə həmişə bu eldə, ovada xeyir işlər olsun. Heç vaxt müharibə olmasın, sülh olsun, əmin-amanlıq olsun. Bax, bu davamlı olaraq da bizim şəhidlərlə, ailələrlə görüşlərimizi bizim gələcək nəslimizə adlatmalıyıq ki, heç vaxt unutmasınlar. Təşəkkür edirəm, çox sağ olun. Görürsünüz nə qədər təmiz ürəkli insansınız ki, dəqiqət söhbət oldu. Artıq biz gedirdik. Bu dəqiqə ilə ki, siz gəldiniz bu məsələnə, bu şəhidlər xiyabanına, bu gözəl məkanda özünüzü çatdırdınız, çox sağ olun. Sağ olun. Təşəkkür edirəm, gedək. Çox sağ olun. Sağ olun.